Tirmizdə keçən hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, qudsi hədisdir, Allahından, Rəbbindən rəvat edir. Allah-u Teala buyurur ki, ey Adəm evladı, sən qiyamət günü yer dolu günahlarla gəlsən, mənimlə qarşılaşdığın zaman mənə heç kəs şərik qoşmasan, mən bir o qədər məğfirətlə sənə doğru gələrəm. Baxın, tövhidin savabına baxın. Tövhidin günahları olan kəfarəsinə baxın. Bax, biz ona görə sizlərə, ey insanlar, tövhid deyə müraciət edirik. Tövhidə tabi olun. Allah'a tövhidlə ibadət edin. Tövhidə öyrənin. Biz bunu deyəndə, bax, məqsədimiz sizə qarşı mərhəmət, rəhmət göstərməkdir. Allahın rəhmətinə, mərhəmətinə, əffinə çatmaq istəyirsinizsə, bu rəhməti, bu məğfirəti qazanmaq istəyirsinizsə, ey insanlar, Allahla yanaşı heç kəsə dua etməyin. Allahla yanaşı heç kəsə ibadət etməyin. Başqalarını Allaha bərabər tutmayın. Allaha aid olan xüsusiyyətlərdə, vəsflərdə başqalarını Allaha bənzətməyin. Bu xüsusiyyətləri, bu vəsfləri inkar etməyin. Bax, buna görə deyirik. Buna görə deyirik ki, işdir, birdən günahlar olur. İnsan hər dəfə günah edir, görürsən, tövbə edənlər olur, etməyənlər olur. İndi Adəm övladı xata edəndir. Kim xata eləmir ki? Lakin tövhidin savabına bax, deyir Allah-u Teala, nə qədər günahların olsa da mənimlə qarşılaşdığın zaman mənə şərik qoşmasan bir o qədər məğfirətlə mən sənə doğru gələrəm. Deməli, tövhid əhlinin ümidi var ki, Allah-u Teala onların günahlarını keçsin, günahlarından keçsin, bağışlasın. Bəli, elə insanlar olacaq ki, Allah-u Teala, yəni bu Allahın istəyinə bağlıdır, əzab verib sonra cənnətə daxil edəcək. Lakin tövhid əhlinin, belə deyək də, üstünlüklərin biri odur ki, tövhidin səbəbi ilə onun bütün günahları bağışlansın. Başqa bir məşhur bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem Muaz ibn Cəbəllə bərabər olur. Allah Resulü deyir ki, ey Muaz, sən bilirsənmi Allahın qullar üzərində olan haqqı nədir? Qulların da Allah üzərində olan haqqı nədir? Deyir, Allah və Resulü daha yaxşı bilir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahın qullar üzərində olan haqqı odur ki, yalnız ona ibadət etsinlər, heç kəs ona şərik qoşmasınlar. Bu Allahın haqqıdır. Bəs qulların Allah üzərində olan haqqı nədir? Deyir ki, ona şərik qoşmayanlara əzab verməsin. Muaz ibn Cəbəl bu hədisə işləndə sevinir. Bu müjdədir bütün tövhid əhli üçün. Deyir, ey Allahın Resulü, bununla insanları müjdəliyimidir? Yox, müjdələmə arxayınlaşarlar. Bəli, deyər ki, tövhid əhliyəm, mənə cəhənnəm oda toxunmaz. Arxayın olar, belə günahlara məhəl qoymaz, tövbə etməz və s. Yenə deyirik, tövhid əhli olmaq o demək deyil ki, hamısı birbaşa cənnətə girəcək. Çünki tövhid əhlindən cəhənnəmə düşənlər də olacaq. Lakin insan nə qədər tövhidini kamilləşdirərsə, onun ümidi daha çoxdur ki, sorusalsız, hesabsız cənnətə daxil olsun. Allah Teala bizləri onlardan etsin. Biz ona görə sizlərə, ey insanlar, tövhid deyib müraciət etdiyimiz zaman, tövhidlə Allaha ibadət etdiyimiz zaman, vallahi, məqsədlərimizdən biri də odur ki, gəlin tövhidi həyata keçirək. Günahlarla gələcəyik, qarşılaşacağıq Allahın huzuruna. Lakin ümidimiz daha çox olacaq ki, bağışlanaq. Bax, buna görə rəhmət tərəfindən, mərhəmət tərəfindən sizə belə xitab edirik. Sizlərə daima tövhidi xatırladırıq. Halbuki, yəni İslamda mövzular çoxdur. Biz hamısından danışırıq, şükür Allaha. Lakin tövhidə niyə çox üstünlük veririk? Çünki rəsulların başıca gəlmə səbəbi, kitabların əsas nazil olma səbəbi elə tövhiddir. Tövhidlə Allaha ibadət edib, şirkdən və əhlindən çəkinməkdir. Bu, ən başlıca qayədir. Zaten Allah da kitabına buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Başqa bir ayədə Allah-u Teala buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ اِعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُ الطَّاغُوتَ Biz hər bir qövmə rəsullar göndərdik və onlara bunu vəhy etdik. Nəyi? Allaha ibadət edin və tağutlardan çəkinin, yəni bütlərdən çəkinin deyə hər bir qövmə peyğəmbər göndərdik. Onları ona vəhy etdik. Belə Allah Teala bizləri eşidib faydalanan qullardan etsin. Allah Teala bizləri daima tövhid əhli ilə bərabər etsin, tövhid əhlindən etsin. Allah Teala millətimizə hidayət versin. Allah Teala hər yerdə tövhidin yayılmasına Allah Teala yardım etsin, tövhid əhlinə yardım etsin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahe il ənt, əstəğfiruka və atubu ileyk.